Bir daha sabahınız xeyirli, gününüz uğurlu olsun. Hörmətli izləyicilərimiz, xəbərin olsun da qonaqla davam edirik bu saatimizi. Bugün studiyamızda qonağımız Aytən Babaxanova, İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq bizimlədir. Aytən xanım, xoş gəlmişsiniz. Sabahınız xeyirli olsun. Sabahınız xeyir, sabahınız xeyir. Aytən xanım, bugün sizi dəvət etməkdə məqsədimiz, bilirsiniz ki, günümüzdə artıq uzun müddətdir ki də xanımların əsas problemi nədir? Çəki atmaq. Artıq çəkidən necə qurtula bilərik, o məşhur proporsiyalara necə gələ bilərik. Amma qeyd edim ki, artıq düşünürəm bəylərimiz də yavaş-yavaş bu kompleksə düşürlər. Və arıqlamaq üçün də çox fərqli üsullar var. Bir-birindən saysız hesabsız. Biz internetdə də, sosial şəbəkələrdə də görürük ki, ən belə məşhur olan vasitələr də arıqlama çaylarıdır. Bax, ilk sualım elə bu yöndədir. Biz hansı çayı necə gəldi alıb içirik? Yəni, bəzən qonşuda görürük, iş yoldaşında görürük, filan xanımda görürük və ya salona gedirik, orada kimsədir, mən bu çayla arıqladım. Bax, o çayları heç həkimə sorğu-sual etmədən, araşdırmadan alıb içirik. Nə cür fəsadlar ola bilər? Bəli, bəli. Baxın, belə deyək də, biz həkim olaraq hər hansı bir preparat yazanda biz mütləq Dünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin o siyahı var. Təsdiqi olunmuş preparatlar istifadə etməliyik. Yəni bu bizim, biz qanundan kənar nəyisə bir edə bilmirik və siz dediyiniz, belə qısaca deyim, o çaylar haqqında, mən səmimi deyim, o çaylar haqqında mənim heç bir məlumatım yoxdur. Mən həkim olaraq xüsusi qaydlaynlar var, protokollar var. Biz onun üzərində gedirik. Yəni, nə çaydır, hansı çaydır, hətta belə bir söz var, əyri oturub düz danışaq. Olur ki, bəzən xüsusi şirkətlər olur, məsələn, firmalar olur ki, məsələn, mənə zəng vururlar ki, bunun bir reklamı ilə bağlı olur təbii ki, indi həkimlər nə yalan deyə, belə bir hallar olur. Mənim də cavabım belə olur ki, bəs mən heç onun özüm bilmirəm bu nədir. Mən onu kiməsə necə məsləhət görə bilərəm? Yəni, ümumiyyətlə, çay arıqlamaq üçün nə Ümumdünya Səhiyyə Təşkilatı və eyni zamanda ölkəmiz tərəfdən, belə deyim, qəbul olunmuş xüsusi preparat yoxdur. Və mən bunun haqqında bilmirəm nədir, bu nəyə gətirib çıxardar bilmirəm nədir, ümumiyyətlə yoxdur, sırada yoxdur və o nə fəsad verilər, onu da bilmirəm. Əgər bir həkim bunu bilmirsə, yenə də deyirəm, o pasiyent necə, hansı bir ürəklə onu girib aptekdən ala bilər və yaxud da ki, o sosial şəbəkə ilə onun adını baxıb istifadə edə bilər, mən onu bilmirəm. Səmimi deyirəm ki, bilmirəm. Aytən xanım, çox haqlı orada vurğuladınız ki, çünki bəzən necə onların tərkibini də biz oxumuruq. Sadəcə kimdənsə eşidirik ki, bu çay məni arıqlatdı bu qədər. Və təbii ki, bəzən indi siz qeyd etdiniz ki, mənşəyə bəlli olmayan çaylarda əksəriyyəti, tərkibində hansı bitki var, o insana hansı allergik təsiri göstərə bilər, ümumiyyətlə əks təsiri nə ola bilər. Bir də məşhur, yəqin ki, izləyicilərimizin də bir çoxu bunu eşidiblər. Mən səhv etmirəmsə, səhv yanılaram, bəlkə də siz düzəldərsiniz. İnsulin iynələri var ki, göbək ətrafı o iynələr, yəni əslində onun göstərişi insulin, şəkər üçündür. Amma müəyyən mənada arıqlama təsiri də olduğu üçün biz eşidirik ki, günümüzdə bunu da xanımlar çox istifadə edirlər. Hətta mən eşitdiyimi yalancısı qeyd edim ki, yəni medsestralar, tibb bacıları belə xəstəxanalarda bir-birlərinə bax o iynələri vururlar. Bu nə dərəcədə doğrudur? Axı bu iynənin təyinatı tamamilə başqa bir xəstəlik üçündür. Biz indi bu təyinatından kənar, onun hansısa bir əks göstərişini nəzərə almadan sırf arıqlamaq üçün bu cür iynələri istifadə edə bilərikmi? Yəni, bunun hansı fəsadları ola bilər? Mən istəyirəm, bax, biz o fəsadları qeyd edək ki, izləyicilərimiz də bir növ yaranacaq problemləri nəzərə alıb o addımı atıb atmayacaqlarına qoy özləri qərar versin. Çox doğru deyirsiniz. Əsas efir vasitəsilə yox, sosial şəbəkə ilə bu haqda çox bilgilər var. Yəni, belə deyək də, biz də həkim olaraq təbii ki, bilsizmi, indiki dövrdə əgər sən sosial şəbəkədə yoxsansa, dövrümüzün tələbi odur, düzdürmü? Elə bilin ki, bir məşhur bir iş adamı idi, onun bir sözü var idi. Yəni, indiki dövrdə sən mövcud olub, əgər sosial şəbəkədə yoxsansa, demək sən yox kimişsən. Yəni, bu normal bir haldır, bu dövrümüzün tələbidir. O, bəzən deyirlər ki, nə qədər telefonda işləyirsən, məsələn, bu normal bir haldır.
Məsələn, belə bir, mən bu sual cavab verməmişdən öncə keçən dəfə bir şəkil gördüm. Məsələn, tutalım ki, 70-ci illər, 60-cı illər Bakı, Moskva həmin illər idi. Məsələn, mən gördüm ki, metroda insanlar oturub avtobusda içində olmaq şərti ilə qazet oxuyurdular. Sadəcə indi qazet yerinə əllərində telefondur. Bu, yəni informasiya mənbəyidir. Bu, normal bir haldır. Və o sözümüzü nəyə gətirib çıxardaq? Bu, iynələr barəsi informasiyadan yayılır. İnformasiyanı biz qarşına ala bilmirik ki. Qulağa da eşidirik. Təbii ki, bəli. Belə bir iynələr həqiqətən mövcuddur. Yəni, nə yalan deyək, mövcuddur. Sadəcə, onlar bəli, dünyada təsdiqini tapıbdır və Dünya Səhiyyə Təşkilatı və ölkəmiz tərəfindən qəbul olunubdur. Sadəcə, çox özür istəyirəm, təyinatı başqa şey üçün. Tamamilə doğrudur. Sadəcə bilək, onun növləri var. Onun elə növü var ki, onu biz şəkərli diabet pasiyentinə yazırıq. Onun elə növü var ki, onu biz uşaqlara yaza bilərik. Onun elə bir növü var ki, biz onu şəkəri olmayana yaza bilərik. Baxın, indi siz, dəyərli izləyicilər, məsələn, siz aptekə getdiniz. Tutalım, dediniz ki, mən arıqlama iynəsi istəyirəm. Siz hansını alacaqsınız? Yəni, düzdür. Yəni, təyinatı olmadan biz onu gedib aptekə istəyə bilərik ki? Tamamilə doğrudur. Bilirsinizmi, bəzən bir dərman kimisi üçün şəfa ola bilər, yarım tabletka, bir tabletka. Amma kimisi üçün, digəri üçünsə zəhər ola bilər. Yəni, kimisini ayağa qaldıran bir preparat, letallıq, digəri üçün letallıq. Yəni, hətta Allah eləməsin, ən ağır halda ölümlə nəticələnə bilər. Ona görə çox xahiş, bu efir nə üçündür? Yəni, maarifləndirək. Bəli, siz, əgər qonşunuz, məsələn, bu dərmanı aldı, iynəni vurdu, arıqladırsa, bu demək deyil ki, siz də onu alıb istifadə edəcəksiniz. Və yoxdur ki, aptekə girirsiniz, deyirsiniz ki, mən də o arıqlama iynəsini alıb istifadə etmək istəyirəm. Siz axı bilmirsiniz, onu hansı doza ilə başlamaq lazımdır, düzdürmü? Yenə də deyirəm, tutaq ki... Həkim nəzarətində olmalıdır. 100% yox, milyon faiz. Yəni, sağlamlıq həyatda hər dəfə deyirik, ən gözəl neymətdir. Geyimdən qala bilərik, paltarsız qala bilərik, toysuz qala bilərik. Amma nədən qala bilmərik? Təbii ki, qidasız qala bilmirik, düzdürmü? Amma sağlamlıq gedəndə qidadan da önəmlidir. Ona görə biraz diqqətli olaq. Bir də Aydən xanım, mən nələrə qeyd etmək istəyirəm? Bax, bu yəqin ki, sizə bununla bağlı müraciətlər olur da. Arıqlama çayları istifadə edəndə və fərq etmir dərmanlarını, preparatlarını istifadə edərkən bəzən deyirlər ki, bu qadınlarda, xüsusən yumurtalıqda müəyyən fəsadlara yol aça bilər və yaxud da ki, xərçəng yarada bilər, bu cür riskləri var. Bax, o risklər nə dərəcədə bu fikirlər doğrudurmu, əsaslıdırmı? Bəli. Biz çaydan danışdıq, düzdürmü? Çaydan dedik ki, mən o haqda bilmirəm nədir və o haqda nəsə deyə də bilmərəm. Çünki bilmirəm nə olan bir şeydir. Amma o iynələr barəsində dediyimiz kimi baxır hansı iynə, necə istifadə olunsun. Əgər düzgün istifadə edilərsə, əksinə, piylənmə ümumiyyətlə ana olmaq üçün bir bariyerdir. Piylənmə özü varsa, o deməkdir ki, sizdə şəkər var. Piylənmə varsa, o deməkdir ki, sizdə analıq, yumurtalıq, o dediyiniz folikullar yetişmir. Və bu iynələri nə üçün istifadə edirik? Çəkini salması üçün. Yəni, əgər düzgün istifadə olunarsa, əksinə müsbət təsir edə bilər. Siz ana deyilsinizsə, ana olacaqsınız. Çəkiniz varsa, piylənməniz varsa, çəkiniz salacaqdır və düzgün istifadə olunan halda heç bir, yenə də deyirəm də, bilsizmi, xərçəng olma ehtimalı o dərman preparatlarında çox minimaldır. Mən sizə iki böyük tədqiqat deyim, yəni tədqiqatlar çox aparıblar. Belə deyək, iki qrupa bölək. Piylənməsi olub, heç bir dərman qəbul etməyib, həyatını sürən insanlar. Məsələn, 100 nəfər, indi minlərlə olub və ikincisi, piylənməsi olub və çəkisi ilə düzgün, dürüst məşğul olan və eyni zamanda o siz dediyiniz də arıqlama dərmanını istifadə edən preparat. Görüblər ki, dərman istifadə, məsələn üçün, belə deyim, arıqlamayan pasiyentlərdə daha tez ölüm riski olub, daha tez həyatlarını itiriblər, şəkərli diabet olublar,
ürək damar infarkt riski olublar və hətta xərçəng olublar. Amma çəkisi düşən pasiyentlərdə ürək damarda, piyləmədə hətta xərçəng riski minimala düşübdür. Ona görə o iynələrin xərçəng olma ehtimalı yox. Ümumiyyətlə bilək ki, piyləməsi olan pasiyent xərçəng, xüsusilə mədə bağırsaq xərçəngi və önlə bağlı olan problemlər yaranma riski daha çoxdur, nəinki arıq pasiyentlər. Siz onu çox doğru qeyd etdiniz. Ümumiyyətlə biz bilirik ki, yəni artıq çəkinin zərəri çoxdur ki, heç bir halda faydası yoxdur. Tamamilə doğrudur, bəli. Mütləq əgər artıq çəkimiz varsa, bunu nəzarətdə saxlamaq lazımdır. Aytən xanım, artıq efrimizin sonuna da yaxınlaşırıq. İstəyirəm son olaraq bu məsələ ilə bağlı arıqlamaq istəyən yəqin ki, izləyicilərimiz var. Bax, onlara nə tövsiyə edərdiniz, necə etsinlər arıqlamaq üçün? Əgər həkimə müraciət edə bilmirlərsə, deyək ki, hər kəsin bəzən həkimə müraciət etmək şansı olmur, yəni elə bir imkanı olmur. Nələri edə bilərlər, nələrə diqqət etməlidirlər? Bilirsinizmi, ümumiyyətlə piyləmə o qədər qəliz bir xəstəlikdir ki, mən ümumi məsləhət verə bilərəm. Amma məsələn, deyim ki, bir vaxtımız az qalıb da, səhv etmirəmsə. Bəli, qısaca elə ümumi tövsiyənizi eşidək. Qısaca bilək ki, o belə bir söz var, az ye, belə əvvəlki dövrdə xüsusi deyirlər, ağzını bağla, heç nə yemə arıqlayacaqsan, o elə deyil. Əgər mübadilə problemi varsa, heç nə yeməsən belə, su kələmlə belə sən kökələcəksən, bu bir. İkincisi, əvvəllər məsələn daha çox məşhur idi, tez-tez yeyib, belə deyim də, o səhv, yanlış məlumatdır. Ən gözəl o çəki salmaq üsulu dədə-baba qaydası nədir? Səhəri özüm yeyirəm, günortanı dostumla bölürəm, axşamı düşmənimə verirəm. Yəni, qidalar arasında fərq olsa, arıqlama şansımız daha çoxdur. Təşəkkür edirik Aytən xanım. Çox sağ olun məlumat üçün. Və bir daha da izləyicilərimizin diqqətinə çatdırım ki, bugün studiyamızda qonaq İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova bizimlə idi. Minnətdaram Aytən xanım. Və hörmətli izləyicilərimiz, bugünlük də biz ayrılan saatın, vaxtın sonuna gəlib çatdıq. Və mən sonda təşəkkürlərim var. Saç, makyaj üçün qrim ustamız Gülya xanıma minnətdarlığımı bildirirəm. Eyni zamanda geyim üçün Poydum Parka təşəkkür edirəm. Səma xanıma minnətdarlığımı bildirirəm. Bütün geyimləri bizim üçün seçir, gətirir. Və bugünlük sizinlə sağollaşıram. İnşallah sabah eyni saatda, eyni məkanda yenidən evinizə qonaq gələcək. Gününüz uğurlu olsun. Allah amanında.